Bizə təqribi 350 dəvətnamə lazımdır. Ata, sənə bir şey demək istəyirəm. Əslində biz belə dəvətnamə istəmirik. Necə yəni belə dəvətnamə istəmirsiniz? Biz xüsusi video dəvətnamə hazırlatdırmışıq. Nə video dəvətnamə? Özünüzdən hoqqa çıxartmayın ay qızım. Camaat nə deyər bizə? Heç elə şey olar? Ata, bu bizim toyumuzdur, cəmaatın yox. Amma camaatı dəvət edirik toyumuza. Dəvətnamə hörmətdir. Əlinə alırsan, hiss edirsən. Hiss edirsən, amma itir batır. Video heç vaxt saralmır, köhnəlmir. İndi hər şey telefonumuzdadır. Ona gələcəkdə uşaqlarımız xatirə kimi baxacaq. Həm də o dəvətnamələr üçün ağaclar kəsilir. Təbiətə ziyandır, israfdır. Qızım, ayıbdır. Adət-ənənə var. Bilirsən neçə qohum var ki, dəvətnamə verməsək, hörmətsizlik sayıb toya gəlməzlər. Ata, bizim ən xoş günümüzə bir kağız dəvətnamə verilməyib deyə gəlməyən, elə gəlməsə daha yaxşıdır. Həm də bu 350 nəfərə dəvətnaməni bir-bir aparıb vermək üçün mənasız yerə zamanın, enerjin, əlavə yol xərcin gedəcək. Onu düz deyir ata. İndi günün bütün vaxtı şəhərdə dəli tıxac olur. Şəhərin bir ucundan o bir ucuna o qədər dəvətnamə paylamaq vaxt, benzin, pul, əsəb aparacaq. Amma videonu telefonla hamıya eyni anda göndərib rahatca dəvət edəcək. Özü də adi, quru yazı ilə yox, səmimi, yadda qalan bir dəvətlə. Hə, Nazim, keçən dəfə qonşu storiesində paylaşmışdı, mən də istəyirəm qızımın dəvətnaməsini paylaşım. Kimdən əskiyəm ki? Ay kişi, sənə lazımdır bu qədər xərcin içində 350 dəvətnaməyə əlavə pul xərcləyəsən, hələ yollara, benzinə ayrı bir ətək pul tökəsən. Özü də sənin qızın gedib bərli bəzəkli, harda bahalı dəvətnamə var, onu seçəcək. Hardan baxsan sərfəlidir bu video. Pax, güya sizin bu video dəvətnamənizə pul getməyəcək də, hə? Ta, indi süni zəka ilə qısa vaxtda maraqlı, həm də ucuz qiymətə video düzəldirlər. Bir baxım hələ o videonuza. Mənim adımı qeyd eləmisinizmi heç olmasa? Sizi toyumuza dəvət edirik. Hörmətlə Nazim bəy!